onun yarısında ailə quran cütlükləriniz indi hardadılar? Ailələri varmı? Doğrudan evlənmişdilər onlar. Həqiqətən evlənmişdilər onlar. Baxın, 12 illik bir ailə. Aytaç, götür mikrofonu. Maşallah. Allah qorusun ailənizi. Xoş gəlmişsiniz bir daha. Hamınızı salamlayıram. Xoş gördüm hamınızı. Biraz həyəcanlıyım. Neçə il keçibdi? 12 ildir. Həyəcanı burax, bizdəsən. Nələr dəyişdi həyatınızda? Necə oldu? Bax, hər halda 12 ildir bir yerdəsinizsə, deməli artıq bir-birinizdən qaynayıb qarışmışsınız, bir xəmir kimi yoğurulmuşsunuz da. Yəni bu heç. İki gözəl övlad, iki oğul övladı. Şükür Allah, hər şey yaxşıya doğru. Həyatda da yaşayırıq. Yəni Anlaşa bilirsiniz şükür Allah, hə, anlaşırıq. Düzdür, hər bir ailədə olduğu kimi çəkişə-çəkişə hər şeyi yolunu tapmışıq. Yəni deyə bilmərik ki, bərkişməzsən. Deyə bilmərik ki, hə, hər şey belə də, heç nə. Yəni normal da, həyatımızı belə deyim, yaşayaraq hər şeyi öyrəşmişik, bir-birimizi tanımışıq. Yəni illər keçsə də, yəni çətinliklər çox olub, maşallah. Prosta fikrimi izah edə bilmirəm. Yəni söhbət ondan gedir ki, biri var elə belə həyatı yaşayırsa, biri var çəkişə-çəkişə, bərkişə-bərkişə biz həyatımızı yaşamışıq. Ona yəni görə də bizdən bugün bərk bərabərsiniz. tutturmuşuq da 12 ildir, bəli. Yəni belə Maşallah. Nizami, bir səni də eşidək. Xoş gəldin. Sağ olun, mən də hər kəs salamlayıram. Hansı işlədindir? Harada işləyir? Öz işində. Özünün ayrıca bir biznes sahəsi var, orada çalışır. Aytac da maşallah bacarıqlıdır. Aytacı da tanımayan varmı ki, Aytac bu gözəllik sahəsində çalışır. kifayət qədər artıq sözünü deyib, özünü tanıdıb və bütün tanınmış insanlar, tanınmayanlar da hamısı Aytacın yanına gedirlər. Həm bir dırnaq ustası kimi çalışır, fəaliyyət göstərir. Nə gözəl. Nə gözəl. Sən ondan çox qazanırsan, yoxsa səndən çox qazanırsan? Nə tərdir vəziyyət? Əslində, necədir vəziyyət? O yaxşıdır. Yaxşıdır. Görürsən, sənə nətər qız vermişik. 12 ildir. Gül kimi, ay parçası kimi. İki gözəl oğul bəxş edildi. Maşallah. Maşallah olsun. Maşallah. Maşallah Ailəvi olsun. fotoları. Allah daim qədim eləsin hər birinizi. Sağ əliniz bunların başına olsun. Amin. Amin. Gedin artıq. Bax, onun yarısındakı